Kanal 13-ün həbsdə olan rəhbəri 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Suraxanı rayon məhkəməsinə müraciət edilib. Onun vəkili Bəhruz Bayramovun sözlərinə görə, sentyabrın 25-də cəzaçəkmə müəssisəsində keçirilən prosesdə müəssisə rəhbərliyi Orucov barədə müsbət rəy versə də, məhkumun qaydalara tam riayət etməsinə və uzun müddətdir müalicə müəssisəsində nevroloji müalicə almasına baxmayaraq, Suraxanı rayon məhkəməsinin hakimi Ünsiyyət Mirzəyeva Ədliyyə Nazirliyinin mənfi mülahizəsini əsas gətirərək vəsatəti təmin etməyib. Qeyd edək ki, Əziz Orucovun həbs müddəti noyabrın 27-sində başa çatır.